danışdıq, amma son günlərin ən çox müzakirə olunan bir mövzusu var. Azərbaycanda əhalinin gözlənilən orta ömür uzunluğunun artması və bununla əlaqədar olaraq pensiya sistemi qarşısında qeyd olunur ki, mühüm çağırışlar da yaranır. Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı orta müddətli xərclər çərçivəsində bu istiqamət öz əksini tapıb. Və sənədə əsasən hazırda ölkədə müşahidə olunan demoqrafik meyillər bir çox ölkələrlə müqayisədə müsbət olsa da uzun müddətli dövrdə əhalinin yaşlanması və sığorta olunanlar, eləcə də pensiyaçılar arasında say nisbəti, gözlənilən orta ömür müddəti və digər bir sıra amillər pensiya sistemi qarşısında deyilir ki, mühüm çağırışlar yarada bilər və hazırda ölkə əhalisinin 69,7% əmək qabiliyyətli yaşda, 9,1% isə 65 və daha yuxarı yaş qrupuna aiddir. Biz elə bu məsələ ətrafında danışacağıq. Təbii ki, bu xəbər təqdim olunandan sonra Maliyyə Nazirliyinin bu informasiyaları yayımlandıqdan sonra cəmiyyətdə belə bir sual yarandı ki, bu pensiya yaşının artırılmasına mı gətirib çıxaracaq? Xüsusilə də insanların pensiya yaşının azaldılması ilə bağlı bir gözləntisi var uzun müddətli bilirsiniz ki və pensiya yaşının artırılması məsələsini tənqid edənlər çox idi. İndi tamam fərqli bir xəbərin yayımlanması, Azərbaycanın uzun ömürlü ölkə kimi xarakterizə olunması və bu müstəvidə pensiya yaşı ilə bağlı, pensiya ilə bağlı məsələlərin gündəmə gətirilməsi çoxlu suallar doğurur ki, biz elə vətəndaşları maraqlandıran həmin o suallara cavab tapmağa çalışacağıq. Milli Məclisin üzvü Əli Məsimli ilə birgə. Əli müəllim, zəhmət olmasa yaxınlaşın masamızın ətrafına. Hər vaxtınız xeyir olsun, xoş gördük sizi. Əli müəllim, uzun ömürlülük məsələsindən biz studiyamızda sizinlə dəfələrlə danışmışıq. Hətta qeyd eləmişik ki, elə olur ki, xüsusilə də kişilərdə heç pensiya yaşına çata bilmirlər. Çatandan sonra 1-2 il ərzində bəzən olur ki, ondan istifadə edə bilirlər. Amma Maliyyə Nazirliyinin açıqladığı yeni hesabat və orada əks olunan rəqəmlər cəmiyyətdə bir çaşqınlıq yaratdı. Əslində nə deməyə çalışılırdı və mənzərə necədir? Əvvəlcə başlayaq həmin Maliyyə Nazirliyinin açıqlamasından. Məsələ bundadır ki, hər il Maliyyə Nazirliyi mali işləri ilə məşğul olan baş idarə kimi iqtisadiyyatda gedən proseslər, maliyyə sahəsində gedən proseslər, sosial sahədə gedən prosesləri təhlil eləyirlər. Orta və uzun müddətli dövrdə hansı risklər yaradacağını bilavasitə ortaya qoyurlar. Bu da növbəti ilin büdcə paketində sənədlərdə öz əksini tapır. Amma maraqlıdır ki, elə sizin sözünüzə qüvvət, bu il həmin sənəd xeyli dərəcədə ajotaj yaratdı. O da səbəbsiz deyil. Ona görə ki, insanlar pensiya yaşının aşağı salınması gözləntiləri ilə yaşadığı bir dövrdə həmin sənəddən məntiqi surətdə müxtəlif istiqamətlərdə nəticələr çıxarıldı və nəticələrdən biri də ondan ibarət ki, ola bilər ki, deməli, pensiya yaşı artırılsın. Və bu, təbii ki, əgər belə nəzərə deməli, reallığı götürsək, indiki pensiya sistemi Azərbaycan cəmiyyətində qəbul edilmir. Onun da xeyli dərəcədə səbəbləri var. Səbəblər ondan ibarət ki, Azərbaycanda ömür uzunluğu başqa, məsələn, inkişaf etmiş ölkələrlə müqayisədə qısa, amma pensiya yaşı inkişaf etmiş ölkələrin səviyyəsindədir. Və belə bir şəraitdə, deməli, kişilərin hər 2 nəfərindən biri, qadınların hər 3 nəfərindən biri, ortalama kişi və qadınların statistikasını birləşdirəndə isə təqribən 10 nəfərdən 4-ü pensiya yaşına çatmamış dünyasını dəyişir. Bunun üzərinə pensiyalarından bir neçə il sonra dünyasını dəyişənləri gələndə böyük bir rəqəmlər alır. Belə bir şəraitdə təbii ki, insanlar pensiya yaşının azaldılması istiqamətində gözləntiləri olanda
pensiyanın artırılmasına müəyyən dərəcədə belə istiqamət verən işarələrdə əlbəttə ki, onlar ona bu cürdə reaksiya verməlidir. Sizin studiyadan bu məsələləri biz kifayət qədər araşdırmışıq və yenə də həmin fikirdəyəm ki, Azərbaycan uzun ömürlülər ölkəsi olub, amma indi uzun ömürlülər ölkəsi deyil. Uzun ömürlülər ölkəsi Yaponiya kimi ölkələrdir, Mərkəzi Avropa ölkələridir. Bu ölkələrdə deməli ömür uzunluğu 80-dan yüksəkdir. Zəif inkişaf etmiş ölkələrdə ömür uzunluğu 60-ın ətrafındadır. Əli müəllim, bəs necə olur ki, statistikada daha çox uzun ömürlü bir ölkə kimi xarakterize olunur? Bir sıra ölkələrdə daha çox inkişaf etməkdə olan ölkələrdə isə 70-in ətrafındadır. Azərbaycan da həmin inkişaf etməkdə olan ölkələrin sırasına aiddir. Onun da ömür uzunluğu 70-in ətrafındadır. Burada deməli birləşmiş deməli bir sıra məsələn Beynəlxalq Səhiyyə Təşkilatının, sonraların Birləşmiş Millətlər Təşkilatının, Azərbaycanın özünün statistikasını müqayisə eləyəndə baxıb görərik ki, burada müəyyən dərəcədə fərqlər var. Və bu nöqteyi nəzərdən götürəndə, əgər indiki statistikada 2024-cü il üçün ömür uzunluğu 74,6 il göstərilir və göstərilir ki, 2050-ci ildə 78,6 il olacaq. Amma Beynəlxalq Səhiyyə Təşkilatının rəqəmləri bundan fərqlənir. Ona görə də ilk növbədə Azərbaycanda həqiqətən ömür uzunluğunun nə qədər olması, mən hesab edirəm ki, dərmi masalarda ciddi müzakirələrin obyekti kimi bu xeyli dərəcədə müzakirə olunmalıdır. Sonradan götürək, beynəlxalq təşkilatlar müxtəlif istiqamətlərdə proqnozlar verirlər. Çinari xanım, siz də görürsünüz ki, məsələn, beynəlxalq təşkilatların, elə Azərbaycanın özünün də aidiyyatı orqanlarının verdiyi deməli, proqnozlar bir ilin ərzində bir neçə dəfə dəyişir. Bəzən, məsələn, deməli, tutaq ki, birinci rübdə ilin sonuna verilən proqnoz, dördüncü rübdə verilən proqnozdan xeyli dərəcədə fərqlənir, amma ilin axırında heç o da özünü doğrultmur. Bu nöqteyə nəzərdən hələlik o, deməli, 2050-ci ildə Azərbaycanda orta ömür uzunluğunun 78,6 il olması, mən hesab edirəm ki, proqnozların dəqiqləşdirilməsinə ehtiyac olması kontekstindən hələlik onu mütləq rəqəm kimi götürmək olmaz. Amma hər halda belə götürək ki, bir səhiyyəni inkişaf elətdirməklə, əhalinin güzəranının yaxşılaşdırılması istiqamətində addımlar atmaqla müəyyən dərəcədə deməli, ömür uzunluğunun artırılmasına nail ola bilərik. Amma indiyəcə qədər getdiyimiz yolu bir analiz eləsək, baxıb görərik ki, burada müxtəlif istiqamətlərdə addımlar atmağa deməli, şanslar var. Birinci, məsələn, Azərbaycan keçən il keçən ilin bu vaxtı 2,7% artımla deməli, inkişaf edirsə, indi deməli, 9 ayın göstəricilərinə görə 1,3%-dir. Bu, Azərbaycan potensialına layiq olmayan bir rəqəmdir. Bunu yenə də o 5%-in ətrafına qaldırmaq lazımdır ki, əlavə gəlirlər olsun, büdcəyə əlavə vəsait daxil olsun. Onda da özü bilirsiniz ki, büdcədən tutaq ki, inşili keçən ili götürsək, haradasa 1,2 milyard manat, bu ili götürsək 1,6 milyard manat. Gələn ildə işte bundan da az olmayacaq, haradasa aşağı-yuxarı 1,7 milyard manat vəsait olacaq. Bu, deməli, pensiya fondunun balanslaşdırılması üçün əlavə vəsaitləri hardan götürmək deməli, lazımdır, üzərində daha çox fikirləşmək lazımdır. Nəinki pensiya yaşının artırılması. Ona görə ki, Azərbaycanda hazırdakı olan deməli, kişilər üçün 65 yaş, qadınlar üçün də 64,5 2026-2027-ci ilə qədər də 65 yaş olacaq. O, ömür uzunluğu ilə müqayisədə çox böyük bir rəqəmlərdir. Hətta
arzu eləyərdik ki, olsun ki, deməli 2050-ci ildə Azərbaycanda orta ömür uzunluğu 78,6-ya gələndə, orada da 65 yaş, mən hesab edirəm ki, necə deyərlər, belə ədalətli, məntiqli bir göstəriş kimi olar. Ona görə ki, bu günlərim ömür uzunluğu 74 olub, 65 yaş deməli, hər kişilər və qadınlar üçün deməli, pensiya yaşı təyin edən ölçəni çətin tapmaq olar. Məsələn, Gürcüstanda kişilərdə 65-dir, qadınlarda 60-dır. MDB-nin digər ölkələrində isə qadınlarda hətta 55-57-dir, kişilərdə 60-63-dür. Hələ 2029-cu ildə Rusiyada qadınlarda 60 olacaq, kişilərdə 65 olacaq. Mən bu qədər xeyli dərəcədə başqa rəqəmləri də deyə bilərəm. Dünyanın nümunə götürdüyü pensiya modellərinin içərisində Çili modeli üstünlük təşkil edir və orada həm ömür uzunluğu bizdən yüksəkdir, eyni zamanda həm də başqa göstəriciləri də bizdən yüksəkdir. Amma orada qadınların pensiya yaşı 60-dır, kişilərin 65-dir. Dünyada son dövrlərdə bir tendensiya gedib ki, qadınlarla kişilərin pensiya yaşını eyniləşdirilməsi, amma mən hesab edirəm ki, Azərbaycan kimi ölkələrdə qadınların pensiya yaşı kişilərin pensiya yaşından aşağı olması daha yaxşıdır. İndiki ömür uzunluğuna Azərbaycanda populizm eləyəndə rəqəmləri nə qədər istəsən aşağı salmaq olar, qeyri-realdır. Amma qadınlar üçün 60 yaşın ətrafında, kişilər üçün isə 62-63 yaş deməli, pensiya yaşının olması daha məqbul hesab olunur. Ona görə ki, orta hesabla pensiya alma müddəti 12 il kimi götürülür. Bu günlərim əgər 74,6 deməli, yaş kimi götürülürsə, deməli, pensiya yaşı da 65-dirsə, 74-dən 65 çıxanda 12 alınmır. Hardasa 9-dan biraz artıq alınır. Bu nöqteyi nəzərdən götürəndə ilk növbədə qadınların pensiya yaşının azaldılması istiqamətində addımların atılması vacibdir. Sonra vacib olan məsələlərdən biri ondan ibarətdir ki, Azərbaycanda hardasa 5,3 milyonun üstündə iqtisadi fəal əhali var. Onun da 5 milyondan artığı məşğul əhali kimi qəbul olunur. Amma muzla işləyənlərin sayı 1,7, 1,8 milyon. Deməli, belə götürülür ki, orada hardasa 3də 2-yə qədər qalır. Onun bir hissəsi kənd təsərrüfatı ilə məşğul olanlardır, kənara qoyur. Amma orada ağartma gedilsə, orada bilavasitə legallaşdırma gedilsə, mən hesab edirəm ki, pensiya fonduna pensiya yaşını qaldırmaqla hansısa bir nəticələrin əldə edilməsindən qat-qat müsbət mühiti həmin o deməli, kənarda qalan insanların fəaliyyət göstərib, onların fəaliyyətini legallaşdırmaqla, onlardan sığorta haqqı götürməklə pensiya fonduna xeyli dərəcədə vəsait cəlb eləmək olur. Əli müəllim, müzakirəmizi davam etdirəcəyik. Tamaşaçılara demək istəyirəm ki, sosial media üzərindən, YouTube üzərindən də kanalımızı izləyə və oradan bizə suallarınızı da yaza bilərsiniz. Əli müəllim, qeyd edirsiniz ki, bugün Azərbaycanda qadınların pensiya yaşı 60 olmalıdır və kişilərdə isə bu 62-63 olaraq müəyyən edilə bilər. Yəni, bunun üçün potensial və imkan var. Amma belə xəbərlərin yayımlanması əhali arasında təşviş yaradır ki, görəsən pensiya yaşı artırılacaqmı? Onsuz da bu pensiya yaşından da narazı olan kütlə xeylidir. Dediyimiz kimi, bəzən 1-2 il sadəcə son illərdə, xüsusilə də biz kişilərdə ürək tutmasından və müxtəlif problemlərdən dolayı ölüm hallarının artdığını da görürük. Bu səbəbdən də deyirlər ki, bu yaş həddi aşağı endirilməlidir, nəinki artırılmalı. Artırılma məsələsi hələ ki təkzib olunur, yəni artırılmayacaq deyilir. Amma azaldılma məsələsi ilə bağlı kiçik də olsa bir ümid varmı? Hələ də insanlar bu sualı ünvanlayırlar çünki. Sizin studiyadan biz bunu dəfələrlə əsaslandırmışıq. Ona görə də mən geniş buna şərh vermək istəmirəm. Yalnız onu qeyd etmək istəyirəm ki, Azərbaycandakı hazırki ömür uzunluğu şəraitinə 65 yaş yox, qadınlar üçün 60, kişilər üçün isə 62-63 yaşın olması çox vacibdir. Bu istiqamətdə özür bilirsiniz ki, biz xeyli dərəcədə əsaslandırmalar elədik,
Amma rəsmi cavablar bundan ibarətdir ki, deməli, pensiya yaşının azaldılması müzakirə obyekti deyil. Belə bir şəraitdə deməli, hansısa əlavə deməli, variantlardan istifadə edilməsi istiqamətində də səy göstərmək lazımdır. Həmin səylərdən biri ondan ibarətdir ki, ağır işlə məşğul olanların 65 yaş pensiyaya qədər gəlib çatması ehtimalı həddən artıq aşağı olduğuna görə ağır işlə məşğul olanlarının daha tez pensiyaya çıxması istiqamətində atılan addımları genişləndirmək lazımdır. Bunu obyektiv yanaşaq ki, son illərdə bu istiqamətdə deməli, aidiyyat orqanları tərəfindən addımlar atılıb. İkinci, bu istiqamətdə çox vacib olan məsələ ondan ibarətdir ki, Azərbaycanda ailələrin xeyli hissəsi 2 uşaqlıdır, bir də 1 uşaqlıdır. Çox uşaqlı ailələr azlıq təşkil edir. Amma pensiya yaşının 5 il azaldılması haqqı verilən deməli, ailələrdə 5 və ondan artıq uşağın olması tələb olunur. Onlar da ailələrin çox az hissəsidir. Bu dövrdə kimdir 5 uşağı məsuliyyətini götürən, simbolik xarakter daşıyır. Ona görə də hesab edirəm ki, o pensiya yaşının 5 il aşağı salınması haqqı alan ailələr üçün 5 və ondan çox yox, 3 və ondan artıq uşağı olan ailələr kimi götürülməsi çox vacibdir. Bir də 2050-ci ilə qədər olan proqnozlarda mən deyərdim ki, müəyyən dərəcədə risk amilləri varsa, burada doğumu stimullaşdırmaq lazımdır. Bəzən bu mətbuatda bir balaca deməli çaşqınlıq yaradan ifadələrlə gedir. Azərbaycanda deməli əhalinin sayı azalmır. Əhalinin sayının artması tempi aşağı düşür. Qabaqlar 1%-dən artıq temp ilə biz artırdıqca, indi 0,6%-ə enib bir müddət o qalacaq, bir müddətdən sonra 2030-cu ildən sonra o temp aşağı düşəcək. Mənə elə gəlir ki, Azərbaycanda kifayət qədər potensial var. Həmin potensiallardan istifadə eləməklə pensiya yaşını artırmadan da pensiya fonduna xeyli dərəcədə vəsait cəlb eləyə bilərik. Məsələn, layiqli əmək haqqı verən iş yerlərinin sayını artırmaqla, əgər hansısa bir şəxs tutaq ki, məsələn, aldığı əmək haqqından 100 manat deməli, pensiya fonduna, onun təşkilatı da müəyyən qədər vəsait deməli, köçürə bilirsə, əgər onun əmək haqqı indi həmin əmək haqqından 1,5 dəfə çox olanda, deməli, 1,5 dəfə artıq olacaq. İndiki kimi deməli, artıq bir deməli, pensiya fondu dövlət büdcəsindən 1,6, 1,7 milyard manat vəsait alınacaq. Öz vəsaiti hesabına xeyli dərəcədə dayanıqlığını təmin eləyəcək. Və əsas məsələlərdən biri ondur ki, bu boyda potensialın qarşısında Azərbaycanda orta pensiya 500 manatın üstündə, minimum pensiya 320 manatdır. Bunu alıcılıq qabiliyyəti pariteti ilə hesablayanda deyirlər ki, MDB məkanında biz deməli, minimum pensiyaya görə birinci yerdiyi, orta pensiyanın məbləğinə görə birinci üçlükdür və s. Amma bu uğurlu müqayisə deyil. Azərbaycanın potensialı ilə müqayisə eləyəndə Azərbaycanda əgər orta pensiya deməli 500 manatın üstündədirsə, minimum pensiya 320 manatdırsa, median pensiya, yəni pensiyaçıların yarısına qədərinin aldığı pensiya 360 manatdırsa, elə 320 manatından da pensiyanın dava dərmanına çatan vəsait, minimum qidalanmasına çatan vəsait deyil, 360 manat da deyil, 500 manat da elə böyük pul deyil ki, deməli, pensiyaçı onunla normal yaşaya bilsin. Ona görə də əsas bu yönlərin diqqəti pensiya yaşının artırılması ilə bu çox asan yoldur, amma mən hesab edirəm ki, pensiya sadəcə sıradan bir sosial məsələ deyil, pensiya həm də siyasi məsələdir, özü də çox ciddi siyasi məsələdir. Həmin pensiya yaşı ilə oynamaq, elə də mən deyərdim ki, təhlükəsiz bir şey deyil. Ona görə də, məsələn, heç bir hökumətə arzu eləmədim ki, pensiya yaşı ilə çox asan yoldur. Pensiya yaşı ilə yaşını qaldırmaqla hansısa problemləri həll eləmək cəhdinin özü də bir müddətdən sonra uğursuzluqla qurtarır. Çünki
bu günlərim Sosial təminat önəmlidir. elə bir dövrdə yaşayırıq ki, hansısa sosial problemi ona aid olan rıçaqlar vasitəsilə həll eləmək mümkün deyil. Bunun üçün daha kompleks, daha deməli, digər amilləri də nəzər. Məsələn, iqtisadi artım tempi 1,3% qalmaqda davam eləyəcəksə, Azərbaycanın gələcək nə gözləyir, onun iqtisadi, sosial göstəriciləri nə qədər aşağı düşəcək, bu gün kimi aydın bir məsələdir. Yaxud da biz əgər yenə də 320 manatı böyük bir pul hesab eləyəcəksə, ki, minimum bizdə pensiya 320 manata qalıb, bu böyük göstəricidir, bu böyük səhv olacaq. Ona görə ki, hesab edirəm ki, Azərbaycanın potensialı fonunda bu rəqəmlərin hamısı için var. Çalışmaq lazım ki, layiqli əmək haqqı olan iş yerləri açılsın, məşğulluğun artırılması, xüsusən regionlarda yeni iş yerlərinin açılması istiqamətində addımlar atılsın, insanlar pensiya fonduna daha çox vəsait deməli ayıra bilsinlər. Bir də özəl pensiya fondlarının yaradılması prosesi sürətləndirilməlidir ki, düzdür, yaşlı nəsil üçün bir o qədər də effekt vermə ehtimalı azdır, amma gənc nəsil üçün kifayət qədər effekt verə bilər. Çünki gənc nəsil kifayət qədər paralel surətdə yığım edə bilər. Bir də orada əgər vətəndaş indi necədirsə dövlət pensiya fonduna deməli vəsait ödəyəcək, ondan əlavə əgər özəl fonda ödəyəcəksə, o da xeyli dərəcədə effekt aşağı salacaq. Seçim imkanı vermək istiqamətində birbaşa başlayan kimi yox, bir müddətdən sonra seçim imkanları vermək istiqamətində də addımlar atmaqla mən hesab edirəm ki, deməli, əhalinin mən deyərdim ki, ən həssas təbəqəsi olan pensiyaçıların pensiyalarını əhəmiyyətli dərəcədə artırmaq olar. Taxçı olar yox, bu lazımdır. Azərbaycanın potensialı var. Bunu da magistral yolu cəmiyyət həyatının bütün sahələrində köklü islahatlardan gedir. Köklü islahatlar həyata keçirsə, pensiya sahəsindəki islahat əlahiddə yox, həmin mən dediyim köklü islahatların tərkib hissəsi olsa, pensiya qarşısında elə böyük bir risklər olmayacaq. Çünki Azərbaycanın düzdür, gənc deməli, əhalisinin, ümumi əhalidə xüsusi kəsri qabaqlar 1/3 idi, sonra deməli 30% oldu, indi düşüb 23%-ə. Amma bayaq mən dediyim kimi uşaq müavinətləri verilməklə, biz stimullaşdırıcı tədbirlər görməklə rəqəmi dəyişə bilərik. Bu xeyli dərəcədə dəyişə bilərik və bu həmin sənət ki, müəyyən dərəcə ajotaj yaradıb, Azərbaycanın potensialı var ki, müsbət yöndə o sənədə xeyli dərəcədə korrekt eləsin və dayanıqlı pensiya sistemi yarada bilsin. Əli müəllim, siz də vurğuladınız ki, iş yerlərinin yaradılması önəmlidir. Elə tamaşaçılarımızdan biri rəy də yazıb, qeyd olunur ki, pensiya yaşının artırılmasını başa düşsək belə, bəs bu əhaliyə nəyə görə yeni iş yerləri təklif olunmur, təşkil edilmir və mənim 45 yaşım var, amma çox təəssüf ki, heç bir yerdə iş tapa bilmirəm. Yəni, belə insanlar çoxdur, nümunələrdən biri də şərh yazan şəxsdir. Qısa şəkildə istəyərdim bir məsələyə də toxunaq. Adətən biz bu barədə danışırıq əslində, pensiyanın artırılması və pensiyaçılar böyük səbirsizlə gözləyirlər ki, ən azından bu artırma olacaqmı? Çünki bir müddət bundan əvvəl, misal üçün, nəqliyyatın qiyməti artırıldı, ictimai nəqliyyatdan istifadədə daha çox pul ödəməli olacaqlar. Bu təkcə ictimai nəqliyyatda yox, elə supermarketlərdə, bazarda, hər yerdə artıq həyatımızın bir tərkib hissəsinə çevrilib. Qiymət artımı, bəs pensiya artımı olacaqmı? Kifayət qədər, yəni balanslı. Sualın birinci hissəsinə bir qeyd edeyim, sonra o pensiya artımı ilə bağlı məsələni deyim. Hesab edirəm ki, o çox haqlı bir deməli, məsələ qaldırıb iş yerlərinin genişləndirilməsi və insanların mövcud iş yerlərində pensiya yaşına qədər deməli, işləyə bilməsinə şərait yaradılmalıdır. Ona görə də əgər vətəndaş ciddi qanun pozuntuları eləmirsə, əmək intizamını pozmursa, pensiya yaşına bir il qalmış onun işdən çıxarılması məsələsinə qadağaların qoyulması qanunvericiliyi ilə təsbit olunmalı. İkinci məsələ, Çinarə xanım, sizin bu studiyadan mən bu məsələni dəfələrlə qaldırmışam. Pensiya qalxacaq, əmək haqqı qalxacaq deyilən səhərsi günü işbazlar, müəyyən qruplar, arxasında duranların hesabına heç nədən qorxmayanlar başlayırlar deməli, qiymətləri qaldırmağa. Bunun mən sadəcə canlı şahidiyəm, çünki mən çekləri saxlayıram. Hər həftə
aldığım məhsulların qiymətində nə qədər dəyişiklik olduğunu görürəm. Və əgər, məsələn, rəsmi statistikadan çıxış eləsə, deməli, indi 5,7% inflyasiya var. Amma keçən ilin bu vaxtı rəsmi statistika 1,5% göstərirdi. Əgər hökumət boynuna alırsa ki, deməli 5,7% deməli inflyasiya var, qiymət artımı deməli bundan qat-qat çoxdur. Xüsusən də ərzaq məhsullarının qiyməti çoxdur. Amma həmişə biz ərzaq məhsullarının qiymətindən danışırıq. Qeyri-ərzaq məhsulları və pullu xidmətlərin sizin fikrinizin qüvvə kimi deyirəm, onların qiyməti daha sürətlə qalxır və daha sürətlə qalxanda bu minvalla Çinarə xanım, həmin o işbazlar Azərbaycana 1 manatlıq məhsul gətirmədən, 1 manatlıq məhsul istehsal eləmədən qiymətin artırılmasına hər faizinə görə ildə Azərbaycan ailələrinin 620 milyon manatlıq ziyan vururlar. Deməli, ayda da haradasa 50-60 milyon. Əgər bu 1% qalxsa, bu 600 milyon olur. Bir neçə faiz qalxanda bu 2-3 milyard manata çatır və bu 2-3 milyarda çatması ilə bağlı mənim xüsusi bir fikrim var ki, yaydan pensiyaçılara xoş xəbər, ay pensiyalar belə qalxacaq, ay neyniyəcək və s. bütün mətbuat tirajlayır. Mən açıq formada deyirəm. Özünün adını ekspert qoyub bu prosesdə həmin o Azərbaycan xalqını soymaqla məşğul olan adamların fikirlərini, necə deyərlər, onların o arxa tərəfdə olan niyyətlərinin reallaşmasına deməli, yönəlik fəaliyyət göstərirlərsə, böyük günaha batırlar. Həmin mətbuat orqanları da onu tirajlamaqla böyük günaha batırlar. Ona görə ki, Azərbaycan qanununda, pensiya haqqında qanununda 29-cu maddədə yazılıb ki, hər il Azərbaycanda pensiyalar orta əmək haqqının artım teminə uyğun sürətdə artırılacaq. Və buna da uyğun sürətdə Azərbaycan Respublikasının prezidenti hər ilin fevral ayının əvvəllərində deməli, əmək haqqının artım tempi məlum olan kimi pensiyaların həmin faizinə, məsələn, bu il üçün 8,1% idi, indi 9 ayın göstəricilərinə görə haradasa həmin artım 9,5%-dir. Bu artımlar olacaq. Bu artımlar qanunla müəyyənləşib. Bunun ətrafında manipulyasiya eləmək bilavasitə qiymətlərin daha da artmasına gətirib çıxardır və bu kiçik bir qrupun əlavə 1 manatlıq xərc çəkmədən, 1 manatlıq məhsul istehsal edəmədən, xaricdən bir məhsul gətirmədən əlavə xalqın soymaq vasitəsi ilə xeyli dərəcədə pul qazanmasına gətirib çıxardır. Ona görə sizin studiyadan istifadə edib çağırış eləmək istəyirəm ki, bu avanturada adını ekspert qoyanlar və mətbuat orqanlarının iştirak eləməsi məqbul deyil. Hələ gələn il olacaq. Bu da qanunla, onu minnət qoymaq lazım deyil. Azərbaycan qanunu onu deyir ki, pensiyalar əmək haqqının artım teminə qədər qalxmalı. Yəni, qiymət artır xalqa niyə minnət qoymaq lazım? Boş xəbərdir, özə elə tirajlayırlar, adam doğrudan da başlığa baxanda mütləq oxuması gəlir. Amma sonradan içərisinə baxıb görürsən ki, ortada heç bir yoxdur. Və artırılanda da həmin o, tutaq ki, 10% artırılacaq, nə qədər olacaq? 400 manat alan 440 manat alacaqdır. Belə bir halda hesab edirəm ki, oradan sui-istifadə eləmənin qarşısını almaq lazımdır. Heç olmasa, əgər onun qarşısı alsa, süni qiymət artımı xeyli sənciyər. İnsanlar, xüsusən o pensiyaçılar həmin pulu elə-belə boşuna qiymət artımına yox, özünün dava dərmanına biraz əlavə qida almasına verər. Ona görə də mənim pozisiyam bu məsələyə belədir. Qanun tələb edir. Qanun tələb edən işi millətə, xalqa minnət kimi qoymaq düzgündür. Əli bəy, təşəkkürünüzü bildiririk sizə. Minnətdarlıq studiyamıza gəldiyiniz üçün, fikirlərinizi bölüşdüyünüz üçün. Bəli, bu istiqamətdə müəyyən suallar var idi. Biz bu suallara aydınlıq gətirməyə çalışdıq və müxtəlif rəylər də siz təqdim etmişsiniz. Misal üçün, sosial şəbəkələrimizdən YouTube-a gələn rəydə vurğulanır ki, 70 yaşım var, amma çox sağlam və hərəkətli insanam, işləmək
işləmək istəyirəm, amma yaşıma görə işə götürmürlər. 48 il iş stajım var və gəmi komandiri işləmişəm, pensiyaya çıxmışam. Bəli, elə insanlar var ki, 65-70 yaşları var, kifayət qədər hərəkətlidirlər, iş qabiliyyətləri yüksəkdir, amma pensiyaya çıxmaq məcburiyyətində qalırlar. Pensiyaya çıxandan sonra isə gəlirləri eynilik təşkil etmir. Bu baxımdan bir narazılıq var. Müxtəlif biz orqanlarda görürük ki, yaşlı insanlar da çalışırlar, xüsusilə də yüksək vəzifələrdə, ancaq digər ərazilərdə, yəni digər iş sahələrində işləyən insanlar üçün əgər kifayət qədər hərəkətli və sağlamdırsa, bu şərait yaradılmır. Bu istiqamətdə biz elə danışdıq, müzakirə apardıq.